Salam hörmətli izləyicilər, sizinlə mənəm Yaşar Şirvani. Bilirsiniz ki, çağdaş ədəbiyyatımızın banilərindən biri olan böyük şairimiz Səməd Vurğunun 120 illik yubileyi qeyd olunur. Bu Vurğun Köçdü Dünyadan adlı şeirim isə onun 80 illik yubileyində Abşeron Mədəniyyət Evində keçirilən mərasimdə Nizami adına Dil Ədəbiyyat İnstitutunun Azərbaycan şairlərinin iştirak elədiyi bir məclisdə mən də dəvət olunmuşdum və orada gənc yaşımda bu şeiri onların qarşısında həm xatirələrimi söylədim, həm də Vurğun Köçdü Dünyadan adlı bu şeiri orada oxudum və Ədəbiyyat İncəsənət qəzetində o böyük ədiblərimizlə yanaşı, hansı ki Qabil, Fərman Kərimzadə, Qasım Qasımzadə kimi şairlərin qarşısında bu şeiri söylədim. Və Ədəbiyyat İncəsənət qəzetində orada inşaatçı Yaşar Kərimov bir küncdə yazıldı ki, bu da burada iştirak eləyib. İndi Vurğun Köçdü Dünyadan adlı bu şeir 1980-ci ildə yazılıb. Ruhu şad olsun böyük şairimizin. Vurğun köçdü dünyadan, təbiyyətin vurğunu. Gözəlliyin, həyatın, əziyyətin vurğunu. Vurğun köçdü dünyadan, bir obanın, bir elin, tər çiçəyin, tər gülün, çəmənzarın vurğunu. Vurğun köçdü dünyadan, saf dillərin vurğunu. Ağ örpəkli, həyalı, gözəllərin vurğunu. Vurğun köçdü dünyadan, gözlərində ceyranın o rəhimdil baxışı, çöhrəsində düzlərin neçə rəngli naxışı, sinəsində çırpınan ehtiraslı bir ürək, sönməyən xəyalında saysızdı arzu, dilək. Vurğun köçdü dünyadan, bulaqlar qəribsədi, çaylar daşdı hirs ilə, dağlar uçmaq istədi. Sözü qaldı deməyə torpağın da, düzün də, etiraz sətirləndi insanların üzündə. Vurğun köçdü dünyadan, muğan tufan qopardı, ay günü xatirələr dünəninə apardı. Məhəbbətlə yad etdi onu Hümayla Cəlal, qadir əməllərinin davamçısı Bəxtiyar. Vurğun köçdü dünyadan, məhəbbət diz çökərək hönkür-hönkür ağladı, sərin meh saçlarını son dəfə sığalladı. Vurğun köçdü dünyadan, nəsillərin vurğunu, ilin, ayın, günün yox, əsrlərin vurğunu. Ruhu şad olsun böyük şairimizin. Diqqətinizə görə minnətdaram.